Daha bir pediatrik septoplastika əməliyyatı. Deməli, uşağın 13 yaşı var və göründüyü kimi burnun girişində burun ara kəsməsi əyilib və sağ tərəfi daraldıbdır. Demək olar ki, arxa tərəfdə də yol bağlıdır. Yəni, sağ tərəfdən heç nəfəs ala bilmir. Hətta biraz da bu qapanır, belə əyilir. Lateral divar. Xarici burun klapanı dediyimiz bu bölgə gördüyünüz kimi dardır. Sol tərəf isə genişdir. Burada da aşağı burun balıq qulaqları hipertrofikləşib, yolu bağlayıb. Pasient bir dəfə adenoidektomiya əməliyyatı keçirdibdir. Amma yenə də nəfəs alması çətindir və valideynlərin söylədiyinə görə gecələr çox narahat yatır, ağzı açıq qalır, boğulur və s. Belə halda təbii ki, həmişə qeyd edirik, burun ara kəsməsini düzəltmək, septoplastika əməliyyatını etmək, pediatrik septoplastika qaydalarına riayət edərək həyata keçirməklə bu əməliyyatı həyata keçirmək lazımdır, vacibdir. Və biz də burada pediatrik septoplastika qaydalarına riayət edərək düzəldib burun tənəffüsünü bərpa edəcəyik və qoruyacağıq ki, burun ucu da düşməsin. Əməliyyat artıq bitdi. Göründüyü kimi burun dəlikləri simmetrik vəziyyətdədir artıq və heç bir maneçiliyi yoxdur yola. Sol tərəfdə, sağ tərəfdə artıq açıqdır və qoruduq ki, həm burun ucu düşməsin, həm də böyümə nöqtələrini qoruduq. Bir sözlə, qoruyucu pediatrik septoplastika olundu.